Sizin üçün mən kiməm? Bir gün İsa şagirdlərinə bu sualı verdi. Sizin üçün mən kiməm? Peyğəmbərmi? Şəfa verənmi? Yoxsa dünyanın xilaskarımı? Bütün bunlar doğrudur. Amma onun sözlərində ən vacib olan budur. İsa, Tanrının bədən almış halıdır. Hər şeyin başlanğıcında Tanrı öz sözü ilə insanlığı yaratdı. O, ilk insanlara və hər bir canlıya həyat verdi. Amma biz üsyan etdik. Padşahımızdan üz döndərib öz yolumuzu seçdik. Bu isə bizə həyatı bahasına başa gəldi. Günahımız Tanrının kamil yaradıcılığını zəhərlədi. Nəticədə xəstəlik, ədalətsizlik və ölüm dünyaya gəldi. Günah Tanrıdan və bizi bir-birimizdən ayırdı. Lakin Tanrı insanlığı məhv etmək əvəzinə öz oğlu İsanı bizim günahla korladığımız dünyaya göndərdi. İsa bizim kimi insan idi. Amma Tanrının bizim üçün nəzərdə tutduğu kamil həyatı yaşadı. O, bizi günahlarımızdan tövbəyə çağırdı. Bəziləri onun sözlərinə inandı və onu padşah olaraq qəbul etdi. Digərləri isə onu rədd etdilər. Onun başına tikanlı tacı qoydular və onu öldürdülər. Biz onu rədd etdik, amma Tanrının planı var idi. İsa könüllü olaraq çarmıxa çəkildi. Bizi Tanrının hökmündən və layiq olduğumuz ölümdən xilas etmək üçün. O çarmıxda bizim üsyanımızı öz itaəti ilə, bizim natamamlığımızı öz mükəmməlliyi ilə əvəz etdi. İsa öldü ki, biz yaşayaq. Üçüncü gün o dirildi və ölümü əbədi məğlub etdi. İndi o, göydə taxta oturur və tövbə edib ona iman gətirən hər kəsə müqəddəs ruh vasitəsilə həyat bəxş edir. İsa padşahların padşahıdır. Sən onu ya taxta çıxara, ya da çarmıxa çəkə bilərsən və heç kim sənə İsa'nın verdiyi sualdan daha vacib bir sual verməyəcək. Sənin üçün mən kiməm?